Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Evvela qardaş, Allah azze ve celle səndən razı olsun. Ev və əhli və bərəkət versin. Çox məsələlər barədə danışdıq. Biraz da Rəbbimizi zikr eləyək. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Mə min qavmin yaqumuna min meclisin la yazkurunallaha." Mə min qavmin. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bir qövm bir araya toplaşar, orada Allah azze ve celle'ni zikr etmeden qalxarsa, uzun qulağının deşi üzərindən qalxmış kim olar? Mə min qavmin yaqumuna min meclisin la yazkurunallaha ta'ala fihi illa qamu an misli cifeti himar. Və biz Allah azze ve celle'nin izniyle istəyirik ki, biz məclisimizi zikirlə bitirək Allahın izniyle. Bir yaxda zikr edirik onsuz da xeyirli məsələlərdən danışırdıq, boş şeylərdən danışmırdıq, amma istədim ki, birbaşa zikr eləyə və bir məsələyə toxunduq. Biraz öncə danışanda nəsihət məsələsindən danışdıq ki, müsəlmanlar bir-birinə nəsihət eləməlidir, bunun üzərində cəhd eləməlidir. Bir-birlərinin xətalarını görəndə orada burada danışmaq yerinə o xətasından onu döndərmək üçün cəhd eləməlidir. Lakin bu nəsihətin də bəlirli şərtləri var. Yəni hər bir məsələdə olduğu kimi şəriətimiz bu ibadətə də, bu xeyirli şeyə də şərtlər qoyub. Ondan öncə qısa olaraq bir neçə hədislə nəsihətin önəmi barədə danışmaq istəyirəm ki, Buxarıda keçən hədisdə Cərir ibn Abdullah radiyallahu anhu buyurur ki, "Bəyatu Resulullah sallallahu aleyhi ve sellem ala iqamis salə və itəz zəkə və nush li kulli muslimin." Mən Allah Resulü sallallahu aleyhi ve selleme namaz qılmaq, zəkat vermək və müsəlmanlarla nəsihətləşmək üzərində beyət elədim. Yəni, elə anlar, elə zamanlar olub ki, nəsihətləşmək bir beyət şərti olub. Bunun üzərində müsəlmanlar Allah Resulü sallallahu aleyhi ve selleme beyət ediblər. Bu beyətin bu şəkildə olması həmin əməlin nə qədər gözəl bir əməl olduğunu bizlərə göstərir. Həmçinin Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, "Haqqul muslim aləl muslimi sittun." Müsəlmanın bir-biri üzərində olan haqqı 6'dır. Qilə məhunnə ya Resulallah və Allah Resulü sallallahu aleyhi ve sellem'dən soruşulur ki, onlar hansılardır ey Allah Resulü? Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İzə ləqitəhu fəsəllim aleyh. Qarşılaşıldığı zaman ona salam vermə. Və izə dəəkə fəəcibhu. Səni dəvət etdiyi zaman dəvətinə icabət etmən. Və izə istənsəhəkə fənsəhlə. Səndən nəsiyyət istədiyi zaman ona nəsiyyət etmək. Və izə atəsə fəhamidallahu fəcəmbithu. Asqırıb əlhamdülillah dedikdən sonra ona qarşılıq vermək. Yərhamkallah deyərək qarşılıq vermən. Və izə məridə fəudhu. Xəstələndiyi zaman onu ziyarət etmən. Və izə mətə fəttəbi'hu. Və ölüm gəlib çatdığı zaman ona tabi olmaq. Yəni cənazəsində iştirak etmən. Yəni bu minvalda olan hədislər çoxdur. Sadəcə bir neçəsini zikr etməklə kifayətlənirəm ki, bu hədislər bizə müsəlmanların bir-birlərinə nəsihət etməsi, nəsihətləşməsi, hətta bir-birindən nəsihət istəməsinin dinimizdə nə qədər əhəmiyyətli olduğunu bizlərə bildirir. Lakin əfsuslar olsun ki, bugün biz bir-birimizə nəsihət eləməkdən çəkinirik, bəlli səbəblərə görə. Düşünürük ki, nəsihət eləyəcəyik, qardaş küsəcək, nəsihət eləyəcəyik, qardaş bizi acılayacaq, nəsihət eləyəcəyik, münasibətimiz pozulacaq. Və düşünürük ki, nəyə lazımdır bu münasibəti pozmaq, davam edirik də belə. Bu yanlışdır. Şəriətimiz bu nöqtədə bizi qadağan edir və bizi təşviq edir bir-birimizə nəsihət eləməyə. Və alimlər də nəsihətə bəlli şərtlər qoyublar. Hər bir ibadətdə olduğu kimi bu ibadətin də birinci şərti nədir? İxlaslı olmaq. Yəni nəsihət edərkən bunu Allahın razılığını qazanmaq üçün, sırf Allah rızası üçün eləmək lazımdır. Uca Rəbbimiz buyurur ki, "Və mə umiru illə liya'budullaha muxlisin lehu'd-din hunafa'a və yuqimus salata və yu'tuz zakata və zalika dinul qayyimə." Onlara dinlərində ixlaslı bir şəkildə, həniflər olaraq Allaha ibadət etmələri, namaz qılmaları və zəkat verilmələri əmr olundu. Və dosdoğru din budur. Baxın, burada Allah azze ve celle umumi ibadətdən danışır. Namazı və zəkatı xüsusi olaraq İmam Qurtubi buyurur ki, əhəmiyyətinə görə ayırır, amma umumən ibadətin hamısını bura qatır Allah azze ve celle ki, bütün ibadət növləri ixlaslı olmalıdır, mütləq şərtdir. Və nəsihət də, nəsihətləşmək də bir ibadət olduğu üçün orada mütləq ixlas olmalıdır. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnəməl a'malu bin niyyət və innəmə likulli imri'in mə nəvə. Əməllər niyyətlərə görədir və hər kəsə niyyət etdiyi şey vardır. Yəni, əlhamdülillah, bizim
bir müsəlman qardaşımıza nəsihət etdiyimiz zaman niyyətimiz nə olmalıdır? Allah üçün onu səhvindən döndərmək. Və burada qəsdimiz ancaq Allahın rızasını qazanmaq olmalıdır. Bizdə necə olur bəzən adama nəsihət etməyə getməmişdən qabaq hamıya deyirsən. Filan kəsin filan günahı var, planlaşdırıram ki, filan tarixdə ona nəsihət edeyim. Və məsləhətləşirsən. Filan kəs filan haram edir, mən ona nəsihət edeyim, faydalılar yoxsa yox. Bu artıq ixlasın ziddinə olan bir şeydir. Artıq burada sən əməllərini insanlara açmaqla, insanlarda bu barədə məsləhətləşməklə sən həm onun günahlarını açırsan, həm də özün edəcəyin xeyir əməlləri insanlara açmış olursan. Nəsihət əlhamdülillah ixlaslı olmalıdır, Allah üçün olmalıdır. Və bu onun birinci şərtidir. İkinci şərt nəsihət edəcəyi şey barədə elminin olması. Nəsihət fikrə, düşüncəyə tabe deyil. Yəni, məncə sən səhv edirsən və sənə nəsihət edirəm. Mənim düşüncəmə görə, panyatkama görə, anlayışıma görə bu belə olmamalıdır. Nəsihət necə olmalıdır? Həqiqətən də qarşındakı insanın hansı şəri üsluba xəta elədiyini, hansı şəri üsluba zidd olduğunu sən bilməlisən. Yəni, bir əməl edir, o əməlin haram olmasını, şirk olmasını, küfür olmasını və ya ədəbə zidd olmasını, əxlaqa zidd olmasını sən bilməlisən ki, o nəsihət edəsən. Yəni, adama gedib desən ki, sən bu əməli edirsən, mən sənə nəsihət edirəm, adam deyə bilər ki, mən bunu normal görürəm və məncə çox yaxşı bir əməl edirəm. Sən ona necə ispat eləyəcəksən ki, onun yaxşı olaraq görüb elədiyi əməl pis bir əməldir. Bu barədə elmin olmalıdır. Yəni, adamın etdiyi əməlin yanlış olduğu barədə elmin olmalıdır. Necə Allah Azze ve Celle buyurur ki, وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ Haqqında elmin olmayan şeyin arxasınca getmə, arxasınca düşmə. Əgər nəsihət eləmək istəyirsənsə, ixlaslı olmalısan və həmçinin nəsihət etdiyin şey barədə də elmin olmalıdır. Həmin o elm üzərə insanlara nəsihət etməyi bacarmalısan. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin məsəl üçün nəsihət və tövsiyəsindən ki, misal vermək istəyirəm. Allah Resulü sallallahu aleyhi və səlləm ondan nəsihət istəyən bir adama bu şəkildə nəsihət edir. İxtənim xamsən qablə xamsin. 5 şey gəlmədən öncə 5 şeydən istifadə et. Şəbəbəkə qablə haramikə. Qocalığın gəlmədən öncə cavanlığından istifadə et. Və sihhatəkə qablə səqamikə. Xəstəlik gəlmədən öncə sağlamlığından istifadə et. Və ğinəkə qablə fəqrikə. Kasıbçılıq gəlmədən öncə zənginliyinə istifadə et. Və firaqəkə qablə şuğrikə. Məşğuliyyət gəlmədən öncə boş vaxtından istifadə et. Və həyatəkə qablə məvtikə. Ölüm gəlmədən öncə həyatından istifadə et. Baxın, görürsünüz, Rasulullah sallallahu aleyhi və səlləm necə gözəl bir nəsihət edir. İnsanın həyatının hər anında ona faydalı olan bir nəsihət edir. Yəni, nəsihəti də bu şəkildə eləmək lazımdır. Qısa, öz, gözəl bir şəkildə nəsihət eləmək lazımdır. Yəni, bəzən görürsən, bir qardaş nəsihət eləmək istəyir. Müqəddiməsini o qədər uzun tutur ki, özü də yorulur. Nəsihət eləmək istədiyi adam da yorulur. Artıq nəsihət hissəsinə keçəndə adam o qədər yorğun olur ki, başa düşmür ki, konkret nə demək istəyirdi sənə. Öz, qısa, xas bir şəkildə nəsihət eləmək lazımdır. Həmçinin bir nümunə gətirək İbn Ömər radiyallahu anhuya, Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsihətin ki, İbn Ömər radiyallahu anhu buyurur ki, bir ağacın kölgəsində kölgələnirdim və Peyğəmbər sallallahu aleyhi və səlləm mənə yaxınlaşdı. Arxadan çiynindən tutaraq mənə dedi ki, kun fid dünyəkə ennəkə qarib əvə abiri səbilin. Bu dünyada bir qərib kimi ol, ya da yoldan ötən keçən bir kəs kimi ol. 2 cümlə dedi. Amma o qədər dərin və mənalı bir cümlədir ki, İbn Ömər radiyallahu anhuya bu çox təsir etdi. Və bundan sonra insanlar rəvayət edir ki, İbn Ömər radiyallahu anhu insanlara nəsihət edərək deyirdi ki, İzə əmsəytə fələ təntəzir sabah və izə əsbəhtə fələ təntəzir məsə. Axşama çıxdığın zaman sabahı gözləmə, sabaha çıxdığın zaman axşamı gözləmə. Və xuz min sihatikə limaratikə və min hayatikə limavtikə. Sağlamlığından xəstəlik gələnə qədər və həyatından ölüm gələnə qədər istifadə et. Yəni, bu 2 nəsihət bir nümunə olaraq sadəcə bunları çəkirəm ki, Allah Resulü sallallahu aleyhi və səlləmin elmi bir şəkildə, gözəl bir şəkildə, az və geniş mənalı şəkildə qarşısındakına nəsihət etməsini nümunə çəkirəm ki, insan həqiqi bir şeydə, elmi bir şəkildə nəsihət etməlidir. Yenə misal çəkirəm ki, yəni, ola bilər sən nəyisə xəta ilə elə zənn edirsən ki, o səhvdə, amma halbuki adamın elədiyi əməldə bir problem yoxdur. Necə bu bizim başımıza gəlirdi də zaman-zaman. Məsəl üçün, qardaşları görsən, məsciddə oturur, belin sökür, ayağını uzadır, kimsə gəlib deyir ki, Allahdan qorx, yəni, bu olmaz, ədəbsizlikdir məscidə qarşı, imama qarşı, qibləyə qarşı. Halbuki belə bir şey yoxdur ki, bu ədəbsizlik deyil. Amma o adam elə öyrənib, səhv öyrənib, məsəl üçün. Bu artıq nəsihət deyil. Niyə? Çünki düz elədiyi bir şeydən insanı çəkindirmiş olur.
Və ya görürsən, məsəl üçün, bəzən qardaşlar məsciddə qol güləş edirlər, zarafatlaşırlar. Kimsə gəlib deyir, o məscid ədəblərinə ziddir. Zidd deyil axı qardaş. Bura məsciddir. Allah Rasulü sallallahu əleyhi və səlləm zamanında məsciddə məşvərət də olub, suffə əhlinin ibadəti də olub, zikir məclisləri də olub, dərs olub, fətva verilib, güləşiblər insanlar, zarafatlaşıblar. Məsciddə bir çox proseslərin həlli baş verir. Kiminsə bunu etməsi, yəni icazəli bir şəkildə bunu etməsi ədəbə zidd deyil. Üçüncüsü, nəsihətin gizlində edilməsi. Bu da həmçinin nəsihətin ən önəmli məsələlərindən birisidir ki, yəni bu həmçinin də nəsihət edilənə qarşı da insaflı olmaqdır. Yəni düşünün ki, insanların arasında sizə, məsəl üçün, sizin heç kimin bilmədiyi bir günahınızı açıb sizə nəsihət eləsə, siz ondan nəsihət qəbul edirsiniz. Əksinə bu sizin içinizdə ikrah hissi doğurar. Ona qarşı ikrah hissi doğurar və nəinki bundan sonra təklikdə də sizə gəlib nəsihət eləsə, siz ondan nəsihət qəbul eləməlisiniz. Siz mənim günahlarımı insanların içində açdınız, mənə dediniz. Bu nəsihət deyil, nəsihət gizlində olmalıdır. Fudayl ibn İyad rahimehullah buyurur ki, "El-mu'minu yasturu və yansah." Mömin gizlədən və nəsihət edəndir. "Vel-faciru yehtiku və yuayyir." Facir isə açığa çıxardan və eybləyəndir. Əfsuslar olsun ki, bizdə ümumi vəziyyət budur. Yəni biz müsəlmanın xətasını görəndə onu gizlətmək və gizlində ona nəsihət eləmək yerinə biz onun günahlarını ortaya çıxardıb onu eyibləməyə daha üstün görürük. Gedib ona demirik, amma 2 nəfər, 3 nəfər oturub onun eybləri barədə danışırıq, deyirik ki, yəni filan kəsin filan eybi var. Həm onu üzə çıxardırıq, həm də başlayırıq onu ayıblamağa. Bu isə bizə heç bir şey qazandırmır. Qeybətdən başqa, günahdan başqa. Amma şəriət bizə bunun doğrusunu necə öyrədir? Gedib adama ixlaslı bir şəkildə, elmli bir şəkildə, insanlardan gizlədərək nəsihət etməyi bizə öyrədir. Həmçinin İmam Ğəzzali rahimehullah buyurur ki, "Mən va'aza axahu sirran faqad nasahahu və zanahu." Əgər sən qardaşına gizlində öyüd nəsihət versən, ona nəsihət eləmiş olarsan və onu bəzəmiş olarsan, süsləmiş, düzəltmiş olarsan. Və mən va'azahu alaniyatan faqad fadahahu və şanahu. Əgər ona açıqda nəsihət etsən, yəni onun günahını insanlara açaraq nəsihət eləsən, onu alçaltmış və şənini azaltmış olarsan. Həmçinin Süleyman ibn Xavvas rahimehullah buyurur ki, "Mən va'ada axahu fīmə beynəhu və beynəhu fīh nasiha." Bir kəs qardaşına ikisi arasında öyüd nəsihət verərsə, bunun adı nəsihətdir. Və mən va'adahu ala ru'usin nas fa innahuma fadahuhu. Əgər bir kəs öz qardaşına insanların içində arasında nəsihət eləyərsə, bu onu alçaltmaqdır. Yəni bu baxırıq ki, sələf alimləri həqiqətən də nəsihətin gizlin olmasına çox diqqət edir. Həmçinin İbn Rəcəb el-Hanbəli rahimehullah buyurur ki, "Kana sələfu izə aradu nəsihətə ahadin va'azuhu sirran." Sələfdən olan kəslər, sələf bir kəsə nəsihət etmək istədiyi zaman onu mütləq gizlində eləyərdi. Hətta qalə ba'duhum, hətta onlardan bəziləri deyir ki, "Mən va'ada axahu fīmə beynəhu və beynəhu fəhiyyə nəsihətun. Və mən va'adahu alə ru'usin nas fə innəmə və bəxxahu." Və sələfdən bəziləri deyirlər ki, kim qardaşı ilə özü arasında öyüd verərsə, onu nəsihət etmiş olar və kim də insanların arasında ona öyüd verərsə, onu xor görmüş, aşağılamış olar. Dördüncü şərt münasib vaxtın, məkanın, halın gözlənməsidir. Yəni bu da çox önəmlidir. Ola bilər ki, bir insana qəzəbli halında, çox hüzünlü, kədərli halında yaxınlaşıb, demək ki, səni qardaş filan günah üzərində gördüm, bundan tövbə elə və s. O onun məqamı deyil hal-hazırda. Adamın yaxını vəfat edib, bunun hüzünü, kədəri içərisindədir. Yəni o hal-hazırda o nəsihəti qəbul edəcək vəziyyətdə deyil. Və ya çox qəzəblidir, elə bir qəzəbli haldadır ki, sən ona qayıdıb 2 kəlmə söz etsən, səndən dalaşar, sən onun eybini açıb ona nəsihət edirsən, eyblərini üzünə vuraraq, başa salaraq nəsihət edirsən, o məqam o deyil. Necə İbn Hazm rahimehullah buyurur ki, "İzə nasahta fansah sirran la cəhran." Nəsihət etmək istədiyin zaman gizli et, açıq etmə. "Əv bi ta'ridin la bi tasrihin." Və həmçinin sarih bir şəkildə eləmə. Ta'rid türklər dolaylı yol deyir. Bizdə yəni nələrisə ona bildirərək nəsihət elə. "İllə limən la yefhem fələ buddə minət təsrih ləh." Əgər sən ona işarələrlə bildirdin, amma yenə o başa düşmürsə, artıq açıq şəkildə onu deyir. Məsələn, ola bilsin sən
Bir adam çoxsa qeybət edəndir, amma başa salırsan ki, qeybət haramdır. Allah Azza və Cəllə ayətdə qeybəti belə bildirir. Bu cür qeybət müsəlmanların dilinin bəlasıdır və s. Adam da sənə deyir ki, düz deyirsən qardaş, bəli, Allah müsəlmanları islah edir. Üstünə götürmür də, elə ötürür başqalarının üstünə. Bir dəfə, iki dəfə açıq ona deyə bilərsən ki, qardaş, yəni mənim əslində qəsdim sənsən, sən islah ol, mən islah olum. Məndə də problem var, sən mən islah elə. Yəni ötürmə də söhbəti belə göndərmə mən sənə dediyim məsələn, özün çalış ondan ibrət götür. Yəni o məqamı, o vaxtı, o münasib şeyi gözləməlisən. Görürsünüz, burada İbn Hazm nəyi bildirir? Ona sadəcə münasib dillə başa sal da, izah elə nəsihəti. Gördün ya üstünə götürmür, sonra artıq açıq bir şəkildə deyir. Digər bir şərt, insanın nəsihət edərkən şəfqətli və gözəl sözlü olması. Yəni, kimisə nəsihət edəndə yaxınlaşmalısan. Mənim dəyərli qardaşım, əziz qardaşım. Yoxsa get tut belə, bura gəl, Allahdan qorqa, sən deyəcək, bu nə edirəm, mən deyir ki, bu. Paltarınca cır çıxart ədindən ki, nəsihət edirəm. Yox, yaxınlaşmalısan, Ömər, mənim balam, mənim qardaşımın oğlu, gəl bura, səndən işim var. Çəkirsən Öməri bir kənara, ixlaslı bir şəkildə, elmli bir şəkildə, gizlədərək, gözəl şəkildə ona nəsihət edirsən ki, bax, sən bu cavansan, bu səhvlərə düşürsən, eləmə, Allahdan qorx, başa düşürəm, cavanlıq həvəsdir, cavanlıq nəfsi, insanın nəfsini xorluyur. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin cavanlara müjdələri var. Cavanlığını məsciddə keçirdənləri cənnətlə müjdələyir. Hədisdə buyurur ki, onlar Allah Azza və Cəllənin ərşinin kölgəsində kölgələnəcək və s. Bu nəsihət olur. Amma yoxsa ged Öməri tut, sıxışdır hardasa, bir iki dənə də böyrəyindən bir də yumruq ilişdir ki, bir də səni mən hardasa görsəm, gedib deyəcəm sən ataba ki, sən belə bilirsən. Ömər deyəcək, bu atamın dostları məni öldürəcək axırda. Bu nəsihət deyil. Ona görə Allah Azza və Cəllə buyurur ki, Udu ilə səbil Rabbikə bil hikməti və məv'izətil həsənə və cədilhum billəti hiyə əhsən. Rəbbinin yoluna gözəl hikmətlə və gözəl öyüd nəsihətlə dəvət et və cədilhum billəti hiyə əhsən və onlarla gözəl bir şəkildə mübarizə apar. Allah Azza və Cəllə hikmətə dəvətliyir, gözəl sözlü olmağa dəvətliyir. Həmçinin İsra surəsində buyurur ki, və qulli ibadi yəqulu ləti hiyə əhsən. Qullarıma de ki, danışanda sözün ən gözəlini danışsınlar. İnnə şeytanı yanzağı beynəhum. Yoxsa şeytan onların arasına kin küdürət salar. Yəni Allah Azza və Cəllə də bizləri gözəl sözlü olmağa dəvət eləyəndə gözəl şəkildə dəvət eləməyə yönləndirir. Və son şey, qəbul eləmə şərti ilə nəsihət eləməmək. Yəni, getdin, nəsihət elədin, adam qəbul eləmədi. Sonra, get el aləmə ya ki, filan kəs, bəs nəsihət elədim, Allah islah eləsin, filan günahı var, qəbul eləmədi. Bu da düzgün deyil. Yəni, nəsihət elədin, ola bilsin ki, qarşındakı o an nəsihəti qəbul etmədi, umumən inkar elədi həmin günahını və yaxud da dedi, yaxşı eləyirəm, mən eləyirəm. Sonra, məsəl üçün də, ədəbsizlik elədi. Bu onu lazım etmir ki, sən gedib hər yerdə sənə açıq olan onun günahını yayasan ki, o belə bir günah edirdi, mən onu nəsihət elədim, o bunu qəbul eləmədi. Yəni, sən də nəfsivin qurbanı olmadı, sən də o halda, yəni, çünki biz nəsihət eləyərkən qayəmiz var da, bunu Allahın rızası üçün eləyirik ki, Allah Azza və Cəllənin razılığını qazanasan. O anda sən şeytana qapı açmamalısan ki, o sənə nəsə acı bir söz deyəndə, sən bu niyyətindən dönəsən və başlayasan ona zərər verməyə. Zərər nəfsdəndir. Amma yenə də səbirli olmaq, gizlətmək, nəsihətə davam etmək isə Allah Azza və Cəllənin izni ilə bu xeyirdəndir. Yenə İbn Hazm rahimehullah buyurur ki, وَلَا تَنْسَحْ عَلَى شَرْتِ الْقَبُولِ مِنْكَ. Səndən qəbul etmək şərti ilə nəsihət eləmə. Və görürsən, belə şey də olur. Sən kimsən, mən sənə dedim, eləmədin və s. Yəni, gedir, məsələn, özündən yaşlı qardaşdır, gedir, yəni, uşağı yaşlı, nəvəsi yaşlı bir qardaşa nəsihət eləyir. Da cavandır, cahildir, ədəbsizdir, nəsə ədəbsizlik eləyir, qəzəblənir. Sən kimsən, mən bilirsən kim olmuşam və s. Getdi bütün niyyət, əməl, xeyir. Və görürsən, məsəl üçün, elm tələbəsi kiməsə nəsihət eləyir, adam qəbul eləmir, qəzəblənir və başlayır xor görücü sözlər deməyə. Bunlar lazım deyil. Çünki bizim buradakı məqsədimiz Allahın rızasını qazanmaqdır. Yəni, bu nəsihət, əgər belə eləyəcəksənsə, heç eləmə və düşün ki, sən bunun əhli deyilsən. Çünki burada məqsəd nədir? İnsan həm özü əcir qazanır, qardaşını islah edir, həm də əlhəmdülillah qardaşının islah olmasına vasitə olur. Və davamında buyurur ki, sənə itaət etməsi şərti ilə nəsihət etmək qardaşıva
zülm etməkdir və zalimlikdir. Yəni sən onu məcbur edirsən də, sən mənim sözümə qulaq asmalısan. Bu da bir çox fəsadlara yol verir. Dediyim kimi davaya yol verə bilir. Mən özüm gözümün şahidi olmuşam. Əvvəl yaşadığım bölgədə 2 dənə müsəlman yaxa-yaxaya tutuşublar nəsihətə görə. Bir o birisi nəsihət edib, bu da qəbul eləməyib, yaxasından yapışıb. O bunun yaxasından da. İndi burada nə idi xeyir? İstək nə idi? Sözümü keçirtmək, yoxsa Allah üçün islah eləmək? Ona görə əlhamdülillah bu nəsihət gözəl bir ibadətdir, faydalı bir ibadətdir. Allah və Rasulunun bizi yönləndirdiyi bir ibadətdir. Əhəmiyyəti açıqdır, amma onun da bəlli şərtləri var ki, həmin o ibadət qəbul olunsun, həmin o ibadətdən fayda əldə edə bilir. Və bu da 6 dənə şərtdir. Yəni çox da ola bilər. İndi əlhamdülillah umumən 6-dır. Onlardan birincisi nədir? İxlaslı olmaq. İkincisi onun elmini bilmək, elmli şəkildə etmək. Üçüncüsü gizlində etmək. Dördüncüsü doğru, münasib vaxtı, məkanı, halı seçmək. Beşincisi, deyildi beşincisi? Bəli, gözəl sözlü olmaq. Altıncısı səndən qəbul şərti ilə. Yəni, mən elədimsə o qəbul etməlidir. Bu nəfsani arzu ilə yox, həqiqi mənada Allah üçün ona nəsihət etməkdir. Rəbbimdən diləyim odur ki, Allah Azza və Cəllə bizə eşitib faydalanan qullarından etsin. Əmin. Allah Azza və Cəllə bizi bir-birimizə nəsihət edən, bir-birimizdən nəsihət istəyən qullarından etsin. Əmin. Elhamdülillahi Rabbil aləmin.